Məşqlərdə ən çox səni motivasiya edən nədir? Atam bura qədər gəlməyi gətirməsi, Tatamiyə çıxanda özünü sakitləşdirmək üçün hansı üsuldan istifadə edirsən? sakitləşdirə bilmirəm. Sənin örnək götürdüyün bir taekvondoçu varmı? Bəli, var. Səncə çəkilişdə olmaq həyecan verir ya tatamidə döyüşmək? Məncə tatamidə döyüşmək. Taekvondo formanı geyinəndə özünü necə hiss edirsən? Taekvondo formanı geyinəndə özümü əjdaha kimi hiss edirəm. Onların içində ən yaxşı dostun varmı? Özüm yaxın bildiyim dostum var. O da yəni bir nəfər idi. O da getdi başqa kluba. Onda da mən pis olmuşdum. Səncə bu bölmə nə qədər baxış gələcək? İndi o izləyicilərə görə hesab olunur, amma dəqiq bilmirəm. Salam dostlar, Sportak Kids-ə xoş gəlmisiniz. Mən Lalə Əsədli və bu gün sizinlə maraqlı bir qonağımız, o zamanda da taekvondoçumuz Malik Əjdər Qalabəyovla birlikdəyik. Xoş gəlmisən Malik Əjdər. Xoş gəlmişik. İlk dəfə taekvondoya necə başlamısan? İlk dəfə taekvondoya həvəslə, maraqla başlamışam. Taekvondonu sevirsənmi? Taekvondonu bəli sevirəm. Taekvondo mənə həm özünə müdafiə, həm də mənə sağlamlıq əldə etdi. Məşqlərdə ən çox səni motivasiya edən nədir? Məşqlərdə məni ən çox motivasiya edən atam, birinci növbədə atam, ikinci növbədə isə baş məşqçi Samir Aydınov, köməkçi məşqçi isə Samir Məhərrəmov mənə həm dəstək, həm də motivasiya verirlər. 2025-ci ildə Fujairah Open-də ikinci yer tutanda özünü necə hiss etdin? Mənim orada ilk döyüşümdə, döyüşə çıxanda çox həyəcanlı idim. Açıqcası arenada böyük idi və yarım finalda birinci medala layiq gördüm. Finalda isə 9-6 məğlub oldum və bu da mənə gümüş medala layiq oldu. Tallinndəki Avropa klub çempionatında 3-cü yer qazananda səni ən çox sevindirən nə oldu? Məni ən çox sevindirən o idi ki, atam bura qədər gəlməyi gətirməsi və müəllimlərin mənə bura qədər gəlib gətirməsi. Tatamiyə çıxanda özünü sakitləşdirmək üçün hansı üsuldan istifadə edirsən? Tatamiyə çıxanda özümü sakitləşdirə bilmirəm. Yəni udanda da, yəni adam çox həyəcanlı olur. Səncə yaxşı taekvondoçu olmaq üçün hansı 3 xüsusiyyət çox vacibdir? Birincisi, həm özünə inam lazımdır. İkincisi isə özünü tam sakit aparmaq. Üçüncüsü isə özünü qabağa aparmaq. Taekvondoda ən çətin tərəf sənin üçün nədir? Taekvondoda mənə görə ən çətin tərəf yoxdur. Sənin örnək götürdüyün bir taekvondoçu varmı? Bəli, var. Cavad Ağayev. O da bizim müəllim tələbəsidir. O da dünya üçüncüsüdür və ona da elə oxşamağa çalışıram. Komanda yoldaşlarınla münasibətin necədir? Bir-birinizi necə motivasiya edirsiniz? Biz hər dəfə yarışlara çıxanda ya da döyüşə, tatamiyə girəndə hamı özümüzə tam dəstək, həm də motivasiya veririk. Gələcəkdə hansı yarışda mütləq iştirak etməliyəm demisən? Gələcəkdə mən olimpiya çempionunda elə bir tatamiyə orada çıxmaq istəyirəm və orada da inşallah qızıl qazanaram. Məğlubiyyət olanda özünü necə ruhlandırırsan? Məğlubiyyət olanda ruhdan heç vaxt düşmürəm və özümə deyirəm ki, mən daha da qabaq getməliyəm. Səncə çəkilişdə olmaq həyəcan verir ya tatamidə döyüşmək? Məncə tatamidə döyüşmək. Qarşıdan gələn hansı yarışa hazırlanırsan? Yeniyetmələr arasında Respublika birinciliyi var, qarşıdakı yarış. İnşallah biz ona daha da çox möhkəm hazırlaşacağıq. Həmin yarışa necə hazırlaşırsan? Həmin yarışa çox ciddi və böyük məşqlərlə məşğul oluruq. İnşallah orada da birinciliyə layiq görəcəm. Bəs bunun üçün əlindən gələni edirsənmi? Bəli, edirəm. Taekvondo məşqlərindən başqa sevdiyin idman növü varmı? Taekvondo məşqlərindən xeyir yoxdur, bir dənə taekvondo var. Əgər taekvondonu dəyişəcək olsaydın bir idman növünə, bu hansı idman növü olardı? Futbol olardı. Futbolçulardan kimi tanıyırsan? Məsəl üçün Azərbaycan futbolçulardan Kevin Medinanı tanıyıram, Bəhlul Mustafazadəni tanıyıram. Çox, yəni futbolçuları tanıyıram. Həmin futbolçular kimi sən də tanınmış olacaqsanmı? İnşallah bəli olacaq. Buna nə qədər inanırsan? Buna mən özümdən əminəm ki, mən çox qabağa gedəcəm və özümə də inanıram. Bir uşaq taekvondoya başlamaq istəsə, ona ilk hansı tövsiyəni verərdin?
Sən buna görə taekvondoya mən başlamalısan. ona deyərdim ki, heç vaxt özünü pis təsir etmə. Məşqlərdən əlavə dərsləri, istirahəti və idmanı necə nizamlayırsan? Vaxtın E, qalırmı? Dərslərə yəni gedirəm, amma çox da yox. İstirahət də ki, bəli edirəm. Öz həmyaşıdlarına nə tövsiyə edirsən? Onlara da deyirəm ki, idmanla məşğul olsunlar, sağlamlıq və güc toparlasınlar. Çevrəndəki dostlarına deyirsən, Bəli, idmana deyirəm, amma getsinlər. onlar da istəmirlər. Onları idmana cəlb etmək üçün nəsə edirsənmi? Mənim dostlarımdan bəziləri idmanla məşğul olur, bəziləri isə idmanla məşğul olmur. Taekwondo formanı geyinəndə özünü necə hiss edirsən? Taekwondo formanı geyinəndə özümü əjdaha kimi hiss edirəm. Uşaqlar üçün taekwondo niyə yaxşı idmandır? Onlara nə qazandırır? Uşaqlar üçün hərənin öz idmanın özü yaxşıdır. Yəni mən taekwondoya başlamışam. Bu da mənim üçün daha yaxşıdır. İndi bəzilərinə görə fərqlidir. Gələcəkdə özünü hansı yüksəkliklərdə görürsən? Gələcəkdə özümü olimpiya çempionluğu və ya dünya çempionluğu görürəm. Böyük arzun nədir? Böyük arzum mənim olimpiya çempionu olmaqdır. Ən böyük arzum. Nə üçün uşaqlar taekwondo ilə məşğul olsunlar? Onlara nə tövsiyə Uşaqlar edərdin? həm qabağa gedə bilər, həm də sağlam idarə edə bilər özlərini. Taekwondoda qarşılaşdığın çətinliklər nələrdir? Məndə ən böyük çətinliklər çəkidir, çəki artmaq. Çəki atanda özünü necə hiss edirsən? Çəki atanda özümü, yəni çox pis hiss eləmirəm, əslində yaxşı hiss edirəm, Amma yenə də müəllimlərin deyir ki, çəki Çəksə. atmalısın. Yeməkdən uzaqda qalmaq səni nə hiss elətdirir? yeməkdən uzaqda qalmaq əslində mənə yəni çox pis hiss elətdirmir. Əslində mən dözümlü biriyəm. Yəni elə də olanda yatıran sonra yadımdan çıxır hər şey. İndi xəyal et ki, qarşında iki seçim var. Biri idmandır, biri də yeməkdir. Səncə hansını Mənə görə seçərsən? idman olardı. Məşq yoldaşlarına münasibətin necədir? Məşq yoldaşlarımla münasibətim yaxşıdır. Onların içində ən yaxşı dostun varmı? Onların içində dost seçmək olmur. Hamısı mənə görə eynidir, eyni dost kimi. Özünü yaxın bildiyin. Özüm yaxın bildiyim dostum var. O da yəni bir nəfər idi. O da getdi başqa kluba. Onda da mən pis olmuşdum. Komanda yoldaşlarınla bir döyüşə hazırlaşanda bir-birinizi necə motivasiya edirsiniz? Biz çox özümüzə bütün klub olaraq özümüzə çox dəstək veririk və istəyirik ki, hamı qabağa getsin. Yarışdan öncə həyəcanını necə sakitləşdirirsən? Mən yaşlı olanda əslində onun gəlir müəllimimlə həyəcanımı elə bir sıfırlayır. Mən də elə olanda döyüşə girirəm, həyəcanım olmur. Bu gün idmanla məşğul olmayan bir çox uşaqlarımız var da. Onlara nə tövsiyə edərsən? Nə demək Onlara istəyirsən? tövsiyə etməyim odur ki, onlar da idmanla məşğul olsunlar. İdman həm özünə müdafiə, həm də isə sağlamlıq deməkdir. Səncə təhlükəsiz idman nədir? Mənə görə təhlükəsiz idman elə taekwondodur. Bəzi idmanlar var, amma onlar da daha çox təhlükəlidir. Səncə bu bölmə nə qədər baxış gələcək? İndi o izləyicilərə görə hesab olunur, amma dəqiq bilmirəm. Dostların və sinif yoldaşların səncə bu bölmə baxacaqlarmı? Məncə bəli, baxacaqlar. Səncə sənin üçün ən çətin rəqib kimdir? Mənə görə əslində heç bir rəqib çətin deyil. Hamısı əslində mənə görə eynidir. Nəyə görə? Çünki onlar da mənim kimi bir uşaqdılar, insandılar da yəni. Baxmadı, indi aralarından indi bir çoxu var ki, indi gicdalar. Hə, Onda belə göstərək ki, indi deyil. evet. Ya əslində eynidir. Sən eşidirsən məni? Başlayıram. Güc. Güc. Güclü, Yox, güc. uç, Güc. Taktika. taktika, Rəqabət. yaramaz, Rəqabət. rəqabət. Motivasiya. Bəli. Motivasiya. Bəli. Motivasiya. Motivasiya, Zədələnmə. Zədələnmə. rəqabət, Zədələnmə. ya bilmirəm. Bərpa. Bərabər, Bərpa. İntizam. 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 Nə? İntizam. ola bilər. Dözümlülük. Dözümlülük. Dözümlü, Texnika. Texnika.
Komanda. Bəli? Komanda. Ola. Reaksiya. Reaksiya. Ola. Çox səskə. Fərdi hazırlıq. Fərdi hazırlıq. Bilmədim. Qalibiyyət. Bəli? Qalibiyyət. Qalibiyyət. Aerobik. Aerobik. Ola. Bilmədim. Hazırsan? Temp. Nə? Temp. Temp. Pas. Stratejiya. Nə? Stratejiya. Başa düşmürəm. Çevir. Pres. Pres. Başa düşmürəm. Forma. Nə? Forma. Nə? Forma. Döyüşmək. Forma. Döymək. Forma. Dönmək. Forma. Nə? Forma. Başa düşmürəm. Turnir. Nə? Turnir. Uğur. Turnir. Uraz. Turnir. Turnir. Başa düşmürəm. Final. Final. Nə? Final. Sprint. Nə? Sprint. Bir də de. Sprint. Sürpriz. Nə? Yaxındır. Başa Sprint. düşmürəm. Müdafiə. Müdafiə. Mükafat. Müdafiə. Müqavilə. Müdafiə. Nə? Müdafiə. Müqavilə. Müdafiə. Hücum. Nə? Hücum. Bir də de. Hücum. Kişi. Hücum. Dözüm. Hücum. Özüm. Hücum. Başa düşmədim. Rekord. Nə? Rekord. Dekor. Rekord. Dekor. Rekord. Rekord. Hakim. Nə? Hakim. Hakim. Mübarizə. Mübahisə. Mübarizə. Mübarizə. Mexanika. Nə? Mexanika. Nə? Mexanika. İmtahan. Mexanika. Faqa. Nə? Yox, keçirəm. Keç. Ritim. Nə? Ritim. Bir də de. Ritim. Cisim. Ritim. Cisim. Ritim. Cisim. Ritim. Cisim. Yox. Dəyişim. Nə? Dəyişim. Dəyiş. Stabil. Stabil. Nə? Stabil. Başa düşmürəm. Dodaq tərpənmir uşağın. Uşağın dodağı tərpənmir. Öz həmyaşıdlarına nə demək istəyirsən? Onlara demək istəyirəm ki, idmanla məşğul olsunlar. Gəldiyin üçün çox təşəkkür edirəm. Çox təşəkkür edirəm mən də.